Salam, hər vaxtınız xeyir əziz xanımlar. Yeni gündə, yeni bir videoda xoş gördüm hər birinizi. Videomla qarşılaşan hər kəsi salamlayıram və kanalıma, yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Məni sorsanız, şükürlər olsun, mən də yaxşıyam. Videonu belə istədim, yenə də mətbəximdən başlayım. Birinci hazırlayırdım, dedim elə. İşimə başlamışkən bir vloga da başlayım. Əslində planımda bugünə birinci hazırlamaq fikrində değildim. Yəni hazırlamaq fikrində idim, amma bugün fikrində değildim. Amma soyuducuya baxanda gördüm ki, süd artıq xarab olmaq istəyir. Və dedim ondan yaxşısı budur. Nə qədər ki tam xarab olmayıb, birinci hazırlayım. Və keçən vlogda da görmüşdünüz, buzluq hazırlıqları edəndə bilinçkiçliyi də hazırlayıb qoymuşdum buzluğa. Və dedim elə kakraz içlik də hazırdır. Elə bilinçiklərimi hazırlayım, doldurum, yığım buzluğa yenə də donsun. Və elə də elədim, yarısını hazırladım. Xeyli də bilinçik çıxmışdı. Litrdən çox idi, yəni 2 litrə yaxın süd idi. Ona görə də elə xeyli çıxdı bilinçiklərim. Yarısını büküb qoydum buzluğa və yarısını da belə hazırladım. Yedilər uşaqlar. Hazırladım deyirəm, çünki bilirsiniz mən videoları çəkirəm, daha sonra üzərindən montaj edirəm, səs yazıram da. Ona görə də hazırladım deyirəm. Və burada da hələ ki hazırlıq prosesi gedir. Orada da kənarda yumru düyü qoymuşam qaynamağa. İçliyin içinə qatacağım. Və bir də buzluqdan dolma da çıxartmışdım. Bir pişirimlik yox, yəni yarısını qoydum bişməyə. Çünki birinci də hazırlayırdım. Həm də soyuducuda yemək də var idi hazır. Dünəndən hazırladığım yeməkdən qalmışdı. Və ona görə də fikirləşdim, yarısını pişirim və hər şeydən biraz bugünü yəni belə yola verərik. Bu arada tavama da fikir verməyin. Köhnə tavadır. Belə qızartma işlərində istifadə edirəm. Təzə tavalar heyif olmasın deyə. Bu tavalardan istifadə edirəm çox vaxt. Ki yananda da yəni heyfim gəlməsin. Və hətta onu fikirləşirəm. Pişirə-pişirə fikirləşirdim ki, mən niyə hər şeyi alıram, bir bilinçik tavası almıram axı. Temudan sifariş etmək istəyirdim. Sadəcə olaraq tərəddüd edirəm ki, birdən yaxşı çıxmaz, nəzik gələr. Yaxşısı budur, elə buradan bir yerdən alaram. O da inşallah çıxanda, harası gedəndə inşallah qarşıma çıxsa mütləq alacağım. Və belə qızlar keçmişəm burada artıq içliyi hazırlamağa. İçlik də ciyər içliyidir. Bilirsiniz, keçən vlogda necə hazırladığımı göstərmişdim. Ciyərdir. İçimdə markov, soğan qaynatdım. Daha sonra ət maşından keçirdim. Təbii ki, pişirəndə ciyər, markov, soğanı içinə duzu istiyordu. Hər şeyini qatmışdım. Ona görə də burada duz çox az əlavə etdim düyüyə görə. Və indi də düyü qaynatdım. İçinə biraz əlavə etdim və şüyüd doğradım. Çox dadlı olur belə içlik. Və burada da yadınızdadırsa keçən dəfə yay dolmasından, yəni 3 bacı dolmasından biraz içlik qalmışdı. Onu da dedim elə hazırlayım bilinçiklər, çünki çox idi. Bu bilinçiklərlə elə bu içliklər tam çatdı. Və belə soyuducu qabımı da çıxartmışam. Hamısını doldurub yığacağım o soyuducunun qabının içinə donandan sonra. Yəni bu buzlanandan sonra çıxardıb paketlərə yığacağım. Və digər ət içliyi qalmışdı. Ona da düyüdən qatdım və şüyüd qatdım. O da biraz artdı. Yəni xeyli içlik alınmışdı. Xəmirini isə hazırlayanda qızlar unutdum çəkməyə, amma belə dedim elə şifahi deyim necə hazırladığımı. Çox gözəl xəmir alınmışdı. Hətta burada görürsünüz belə zərif, incə belə yumuşaq bir xəmir alınıb. Deməli qızlar, xəmirinə 2 ədəd yumurta götürdüm. Onu bir qaba sındırdım. Üzərinə
bir çay qaşığı duz, bir çay qaşığı şeker tozu və çay qaşığının ucunda soda əlavə etdim. Çırpdım. Daha sonra üzərinə südümü əlavə etdim. Süddəki təxmini litr yarım belə süd idi və o südün bir də elə qarışdırdım. Daha sonra ora əlavə etdim un. Unu da əlavə etdim, qarışdırdım və qaynar su əlavə etdim. Unu yəni əlavə edəndə biraz qatı edirəm və su bir stəkan hardasa stəkan yarım qaynar su əlavə etdim ora. Onu da ki qaynar su olmalıdır da və bir də onu əlavə edəndə biraz durulur və orada o məqamda baxın da xəmir unun azdırsa, çoxdursa, yəni su artırıb azalda bilərsiniz də. Yəni əgər xəmiri qatıdırsa, biraz yenə su əlavə edin. Əgər durudursa, un əlavə edin, qarışdırın və belə bir də 2-3 qaşıq da duru yağ da əlavə edib qarışdırmışdım və belə. Yəni düzü mən gözə yarı həmişə edirəm. Bilirsiniz, ümumiyyətcə nəyisə hazır. Burada da görürsünüz, göstərirəm necə gözəl bir bilinçikləri alınıb. Deməyim odur ki, qızlar, mən gözə yarı həmişə edirəm. Ona görə resept deməyə həmişə çətinlik çəkirəm. Amma belə təxmini yadımda qalan resepti dedim sizə necə hazırladığımı. Həmişə də yəni udaçın alınır, yəni yaxşı alınır bilinçiklərim. Belə bir tərəfi biraz tünd qızardıram, digər tərəfi yəni hamı etdiyi kimi açıq saxlayıram ki, onsuz da yağda qızardılacaq. Və belə qızlar, burada da bir ucdan hazırladıqca bir tərəfdən də qızardırdım. Evdəkilər qoxusuna gəlmişdilər ki, tez qızart ver yeyək. Və belə tavamda görürsünüz qızlar, çox uca, artıq onu dərmanlamaq vaxtı çatıb, onu dərmanlayacağım. Amma yəni ölçüsü yaxşı olduğuna görə həmişə elə bu tavada hazırlayıram bilinçikləri. Burada da dolmamı göstərirəm ki, artıq hazırdır. Elə. Və nəhayət ki işimi bitirdim. Bilinçiklər hazırdır. Buzluq üçün bu qədər hazırladım. Qoydum buzluğa ki donsun. Daha sonra paketə yığaram. Bir bu qədər də, hətta bundan da çox, yəni bu qədərini, bir bu qədər, bir də onun yarısı qədər də belə qızartdım, yığdım. Uşaqlar yedi, biraz da qaldı. Və qalanda qoydum belə buzluğa donsun. Dadlı bir yemək olsa da, işi çox, yemək deyəndə qəlyan altı sayılır da. Amma işi də bir o qədər ağırdır, vaxt aparan bir şeydir. Amma arada bir hazırlamağa dəyər məncə. Belə qızlar, daha sonra karqom gəlmişdi. Dedim, onu da sizinlə birlikdə açaq, görək nələr gəlib. Mən bir şeyi başa düşə bilmirəm ki, bilməm sizlərin də, yəni kimsə Temudan sifariş edirsə belə başınıza gəlib ya yox, rəydə bildirin.
Həmişə bax belə qargolarımın çoxu bu vəziyyətdə gəlir. Sanki yolda açılır, bilmirəm gömrükdə yoxlamaq üçün eləyirlər, nədir? Belə açılır, bir də təzədən qablaşdırılır, göndərilir. Hə, yəni belə, yəni bu vəziyyət mənə nəsə çatmır ki, niyə belə edirlər? Deməli qızlar, bu nədir? Bu çöp şişdir. Hərdən deyirəm duxovkada çöp kebab hazırlamaq üçün belə bir çöp şiş almışdım. Və belə bir çöplər almışdım. Başı bəzəkli, yəni bu da bilirsiniz də nə üçündür? Furşetlər üçündür bu çöplər. Yəni furşet hazırlayandan sonra üzərinə taxırsınız, belə çox gözəl görüntü yaranır. Və həm meyvələr də məsəl üçün dənə meyvələri keçirdirsiniz bunun üzərinə. Məsələn bir ağ üzüm, bir qırmızı üzüm, digər nəsə meyvələr doğrayıb kubik formasında taxırsınız. Çox gözəl də belə şiş formasında qəşəng görsənir. Və belə qızlar, daha sonra belə bir abadok almışdım özümə. Bilirsiniz, mən abadok taxmağı çox sevirəm. Və keçən dəfə toya gedəndə nəsə istədim ki, belə bir abadok da taxım. Amma gördüm ki, abadoklarım toya uyğun deyil. Ona görə belə bir abadok da götürdüm. Və belə bunu da şorts bölməsində görmüsünüz yəqin ki, çox rahat bir ayaqqabıdır. Bundan məndə korичневый rəngi var idi. Bu dəfə də o qədər rahatdır ki, yəni rahat gəlir ki mənə bu ayaqqabı. Bir də qara rəngini sifariş elədim. Və daha sonra belə bir ağ köynək götürmüşdüm özümə. Götürmüşdüm deyəndə, yəni sifariş eləmişdim. Bu köynəkdə məndə sarı rəngi olub, yəni çoxdan almışam. Hardasa 1 il öncə sarı rəngini almışdım. Bu dəfə də ağ rəngini aldım. Çox bəyənirəm. Həm keyfiyyətini, həm görünüşünü, material da yəni çox yaxşıdır. Və belə əyndə oturuşu da yaxşıdır. Arxası biraz uzun, qabağı biraz qısadır. Amma köynək kimi deyil də, yəni tunik kimi də qalır. Əsas da belə necə deyim, dar lasin kimi şalvarlarla, yəni bədənə oturan şalvarlarla daha gözəl görsənir. Belə bir də pencək sifariş etdim. Düzdür, burada qırışdı, görkəmi o qədər də gözəl görsənmir, amma şəkildə görəcəksiniz. Par ütü də almışam, inşallah onunla ütüləyəcəm. Daha sonra bir də göstərəcəm sizə necə göründüyünü. Bu arada par ütü də almışam, onu hələ açmamışam. Yəni bəlkə bir aydan çox da almışam, hələ də qutuda qalıb. Onu da açıb həm sizə göstərərəm par ütünün necə olduğunu və necə ütülədiyini də göstərərəm sizə. Kakraz bu pencəyi sizlə bir yerdə ütüləyərik. Keyfiyyətini də yoxlayarıq. Və belə bir sanuzer üçün belə salfetka qabı almışam ki, salfetka açıqda qalıb toz oturmasın deyə. Belə bir şey aldım. Divara yapışandır. Yəni arxasında nakleykası var. Kafilə yapışdırırsınız. Və digər tərəfə istəyəndə yəni çıxartmaq olur da. Məsələn, kafili uyanda bunu çıxardıb qoyursunuz. O nakleyka hissəsi kafildə qalır və rahatlıqla yuyub yerini təzədən qoymaq olar yerinə, taxmaq olar yerinə. Və belə qızlar, bundan yadınızdadırsa almışdım sandığı üçün. Onu isə həmin o sandıqda olanı götürüb gəlinimə ad gündə hədiyyə etmişdim. O yəni ya vlogu izləyənlər bilir. Və təzədən belə birini də sifariş etdim, eyni ondan, həmən fenlə. Və bu feni də qaynanama hədiyyə etdim. Çünki onun da feni xarab olmuşdu. Dedim, elə onun qismətidir, ona hədiyyə etdim. İndi təzədən bir də sifariş edəcəm inşallah. Çox yaxşı fendir, keyfiyyəti. Ona görə də təkrar alıram. Və hətta 2-dən almaq istəyirəm. Çünki öz fenim də yaxşı işləmir artıq. Dəyişmək vaxtıdır. Və bundan inşallah qismət olsa 2 ədəd də alacağım. Və qızlar, bu da qutuda 2 də zibil qabıdır. Bunu hədiyyə almışam. Artıq hətta hədiyyə verəcəyim insana da təqdim eləmişəm.
çox bəyənmişdi. O, yəni Temuya baxanda demişdi bundan alacağım özümə və sözü tutdum. Ona ağzından sözü tutdum və anında sifariş elədim ki, o almasın, mən hədiyyə edim ona. Və belə bir rahat, bu da yenə də hamam otağıdır, sanuzeldir, mətbəxdə də, yəni kafirdirsə divara yapışdırmaq olur. Həm də belə bir şey də var. Görürsüz, iki dənə, biri yapışdırmaq üçündür, digəri isə yenə də onu arxasında yeri var, keçirdib hansısa dolabın qapağına da qoymaq olar. Yəni elə istifadə etmək olar. Qapağı da çox rahat. Həm üzə yuxarı doğru açılır, həm belə çıxır, qırağına da oturur. Ən böyük litrajını götürdüm belə qızlar və bir ədəd də sonda gördünüz, gəllak götürmüşdüm. Rəngi xoşuma gəlmişdi ki, arada çəkmək üçün. Yəni lazım olarsa istifadə etmək üçün. Belə qızlar, daha sonra burada qaynanam mənə pay göndərib. Yoldaşım getmişdi qaynanamgilə, onunla göndərib. Deməli qızlar, bu nəlbəkini onlarda olanda, onda görmüşdüm qabları yuyarkən. Dedim, nə yaxşı dərin nəlbəklərdir. Elə belə demədim ki, yəni al mənə. Prosta demişdim ki, yaxşı dərin nəlbəklərdir. O vaxt ki, Sovet devrinin nəlbəklərinə oxşayır. İndi belə nəlbəklər çətin tapılır. Və belə elə sözü ağzımdan tutdu, sağ olsun. Bir də gördüm ki, yəni Sədərəyə gedibmiş alış-verişə. Mənim üçün bu nəlbəkdən alıb 6 ədəd. Çox sağ olsun, diqqətinə görə əsas təşəkkür edirəm. Payı çox olsun, cibi dolu olsun. Həmişə sevindirir, kiçik, böyük, fərq etməz hədiyyələrlə məni. Və belə bir kilo da belə yenə sevdiyim şokoladlardan göndərib. Bu da bilirsiniz, demişəm dəfələrlə, həm onun sevdiyi şokoladlardır deyə həmişə bundan çox alır, həm də bilir ki, mən də xoşlayıram, mənə də göndərir hərdən. Elə qızlar, və artıq havalar isinib deyə şokoladları soyuducuda saxlayıram. Düzdür, adətən mən şokoladları, yəni qış aylarında da belə bir hissəsini ayırıb qoyuram, hardasa gizlədirəm ki, mənə necə deyim, düşünürəm ki, bu hamıya belə edir. Çünki hamısını belə şokoladın soyuducuya qoyanda, ya ümumiyyətcə üzdə saxlayanda uşaqlar hamısını yeyir də. Belə qonaq-qara da gələndə evə mən bir şokolad tapıram ki, ortaya çıxardım. Bizdə də belədir qızlar, ya yox, bilmirəm. Bizdə ümumiyyətcə uşaqlar şirniyyat xəstəsidir. Bugün var, bugün yeyilir, qurtarmalıdır. Yəni o dərəcədə çox yeyilir bizdə şirniyyat. Və qış aylarında yenə də saxlayırdım. Hardasa gizlədirdim. İndi yay ayıdır. Gizlətmək də olmur. Qarışqa tapır, yığılır və yaxud ki, necə deyim, istidir hələ ki, həm də istidir, əriyir, eləyir. Ona görə məcburən hamısını soyuducuya qoyuram. Elə qızlar, elə oturub çay içirdim ki, bir də gözümə bu şkaf dəydi, dedim, onu heç sizə çəkməmişəm. Belə axır ki, bu qapağı usta gətirdi, yerləşdirdi yerinə. Yadınızdadırsa, bura açıq qalmışdı. Biz sifariş edəndə demişdik ki, dolabın qapısı, yəni biri bağlı olsun, yəni duxovkanın gözü bağlı olsun. Amma mikrodalğanın yeri açıq olsun. Usta da səhv başa düşmüşdü. İkisini də açıq eləmişdi. Daha sonra, deyəndən sonra yadına düşüb ki, bəli, yadıma düşdü, demişdiniz ki, bağlı olsun. Axır nəhayət ki, uzun aradan sonra düzəltdi, gətirdi, yəni gətirdilər, düzəltdilər qapısını. Və yoldaşım da ora neçə vaxt idi ki, yəni şkafın içinə bizə mikrodalğanı qoşmağa, yəni duxovkanı qoşmağa, orada rozetka yox idi. Onu da sağ olsun yoldaşım çəkdi içinə, mikrodalğanın yanına. Əsas da mənə lazım idi. Ən çox istifadə etdiyim, çünki mikrodalğadır. Və orada içəri şkafın içinə rozetka çəkdi, rahat indi orada istifadə edə biləcəm.
Yəni mebel quraşdırılandan mən mikrodalğanı istifadə edə bilmirdim. Çünki şnur çatmırdı da, yəni şkafın içində rozetka olmadığı üçün istifadə edə bilmirdim. Çox çətin idi. Məsələn, buzluqdan nəsə götürdüm də onu açmaq üçün, əti falan donunu açmaq üçün suyun içinə falan qoyurdum. Amma belə artıq mikrodalğadan istifadə edirəm. Həm də ki, yemək falan qızdırmağa çox rahatdır da. Bir sözlə, yəni həmişə demişəm, o mikrodalğa mənim sağ əlimdir. Buraları da belə təmizlədim. Daha sonra keçdim buzluğa, baxım ki, görüm brinçiklər buzlayıbsa, onları da paketləyim. Yenidən qoyun buzluğa. Düz deyəcəksiniz ki, belə, yəni bu qabda da üzünü streçləyib qoymaq olar, amma bu qab mənə tez-tez lazım olur. Nəysə dondurmaq üçün dedim, yer tutmasın bunun içində. Ona görə də paketləyib dedim qoyum yerinə. O da baxdım ki, pingvin paketlərim bitirmiş əslində, yəni yadımdaydı, amma yadımdan çıxmışdı. Və ona görə də məcbur olub vakum aparatında, yəni vakum paketlərində paketləyib qoydum buzluğa. Əslində, yəni belə əgər bunu mən 2 gündən sonra açacağamsa, yəni vakumdan istifadə etmirəm. Yəni vakumu o vaxt istifadə edirəm ki, yəni əgər qış hazırlıqları üçün də, yəni onun üçün almışam. Sadəcə olaraq pingvin paketim qurtardığına görə məcburan bunlara yerləşdirdim. Dedim, həm də ümumiyyətcə o vakum aparatını deyəsən ətraflı sizin üçün çəkməmişdim, həm də çəkmiş olaram, necə bir şeydir. Əsas da bunu o niyyətlə almışam ki, qışlıq hazırlıqları üçün də nəysə qış üçün hazırlayacağamsa onda istifadə edərəm. Məsələn, biberlərdir, digər pomidor, badımcanlar, məsəl üçün dolmalıq badımcanlar hazırlayacağam. Onları eləyib vakumlayıb qoymaq üçün yaxşıdır. Və yaxud lobya doğrayıb, məsələn, qışlıq lobyalar saxlamaq üçün, hətta yarpaq falan da saxlamaq olar bunun içində. Deyək ki, gərəkli olacaq mənə. Gilə meyvələr falan hazırlamaq üçün də yaxşıdır. Düzdür, gilə meyvələri, məsələn, vişnədirsə, tumlarını çıxardıb, yuyub, tək-tək dondurub, daha sonra bunun içinə yığıb, yəni vakumlamaq yaxşı olar düşünürəm. Ümumiyyətcə, bir çox şeyləri bunun vasitəsilə vakumlayıb qışlığa saxlamağa yaxşıdır. Yəni, tez-tez istifadə olunan şeyləri vakumlamağa ehtiyac yoxdur düşünürəm. Çünki 2 gündən sonra mən onu zaten edəcəm. 2-3 gün, lap olsun 1 həftə sonra istifadə edəcəm. Amma uzun müddət qalacaqsa, ona hava keçməsin deyə belə vakumlayıb soyuducuda, buzluqda saxlamağa görə yaxşı bir vasitədir bu. Belə qızlar, göstərirəm burada necə ağzı bağlanır. Belə ağzı düz oturmalıdır ki, havanı çəkə bilsin içindən. Və öncə belə qıraqda 2 knopkası var. Birini basanda havasını çəkir, digəri isə yapışdırır ağzını. Belə qızlar, görürsünüz necə səliqəli, havasını çəkdi, ağzını bağladı. Düzdür, bu lap belə professional vakum aparatı deyil. Gündəlik evdə, damaşni belə evdə istifadə etmək üçün yaxşıdır. Bundan da güclüləri var. Amma bu da pis deyil. Bunu isə vakum etmədən bağladım ağzına sadəcə olaraq. Çünki ağzı dar idi. Havasını çəkə bilmədi o balaca olan paketi. Yəni nəinki havasını çəkmək, elə belə ağzını yapışdırmaq, nəyinsə ağzını yapışdırmağa da yaxşıdır. Məsələn, hansısa dəmli bitkilər alırsınız, bu paketdə olan makaron, qreçka, nə bilim, mərci saxlama qabına yığdınız, ağzı açıq qaldısa,
onu belə səliqəli şəkildə bu aparatla yapışdırıb, yəni dağılmamaq üçün də ağzına yapışdırıb yenə də qoyursunuz harasa, qapasa. Çox yaxşı bir alətdir. Lazımlı deyərdim ki, alətdir. Və belə qızlar, daha sonra dedim elə bu nəlbəkləri də yuyum, qoyum. Yəni həmişə nəsə təzə alanda öncə yuyub, istifadədən öncə yuyuram həmişə. Bunları da yuyum, qoyum ki, istifadədən öncə təmiz olsun. Belə qızlar, videomda artıq sona yaxınlaşır. Bu da o deməkdir ki, sağollaşmaq vaxtıdır. Deyəsiniz ki, yenə çox ara verdiniz bu vlog arasında və demək olar ki, 5 gündür vlog paylaşmıram. Güya söz vermişdim ki, hər gün sizə vlog paylaşacağım. Amma yenə də səbəbi var. Yenə qaynanam gəlmişdi, başım ona qarışdı bir gün və həmən günü biraz hazırlıqlar görmüşdüm, yemək falan hazırlamışdım. Aş da dəmləmişdim və belə aşdan bir qaşıq götürdüm dadına baxmaq üçün. İsti halda onu belə içəri ötürdüm və boğazımın yolunu yandırdı da həmən aş isti-isti getdi. İnanın, neçə gün, 3-4 gün mən əziyyət çəkdim də o. Nə su içə bilirdim, nə yemək yeyə bilirdim. Əməli başlı yanmışdı boğazımın yolu. Və ona görə də, yəni belə deyək ki, udğuna bilmirdim, çox pis incidirdi məni. Ona görə də biraz ara verməli oldum montaj arasında. Yəni səbəbini açıqlayıram sizə nəyə görə. Və belə qızlar, burada da hər yeri təmizlədim, çiçək kimi oldu və videom da burada sona çatdı. Sağ olun, sağlıqla qalın. İnşallah növbəti vlogda görüşərik, Allah qismət edərsə. Ona qədər özünüzə yaxşı baxın, Allaha əmanət olun. Sağ olun qızlar və videonu da bəyənməyi unutmayın.